ABŞ prezidenti Donald Trump jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonun yaxın günlərdə bir sıra ölkələrin daxili proseslərinə müdaxilə edə biləcəyini istisna etməyib. Trump xüsusilə Kolumbiya, İran və Meksika ilə bağlı sərt fikirlər səsləndirib. Kolumbiya ilə bağlı danışan Trump ölkəni çox xəstə dövlət adlandırıb və bildirib ki, ölkəyə narkotik istehsalı ilə məşğul olan bir şəxs rəhbərlik edir. Kolumbiya çox xəstə ölkədir. Onu idarə edən xəstə bir adam var. O, kokain istehsal etməyi və onu ABŞ-a satmağı sevir. Mənə inanın, bu uzun çəkməyəcək. ABŞ prezidenti İranda etirazçılara qarşı zorakılıq məsələsinə də toxunub. O bildirib ki, ABŞ bu prosesləri diqqətlə izləyir və lazım gələrsə müdaxilə edə bilər. Bilirsiniz ki, İranda etirazçılar qətlə yetirilib. Mən demişdim ki, biz döyüşməyə hazırıq. Biz vəziyyəti çox diqqətlə izləyirik. Əgər insanlar öldürülməyə davam edərsə, düşünürəm ki, ABŞ əvvəlki kimi onlara çox güclü zərbə endirəcək. Meksikaya gəlincə, qeyri-qanuni miqrant axını əsasən bu ölkə üzərindən həyata keçirilir. Meksika ilə bağlı da nəsə etmək lazımdır. Bu ölkə özünü ələ almalıdır. ABŞ-a insan axını başlayıb və biz buna qarşı tədbir görməliyik. Biz istərdik ki, Meksika bunu özü həll etsin, çünki onların buna gücü çatır. Amma təəssüf ki, Meksikada kartellər çox güclüdür. Trump'ın bu açıqlamaları beynəlxalq arenada yeni gərginlik dalğasına səbəb ola biləcəyi ilə bağlı müzakirələrə yol açıb.